Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bu günlər hazırladığım belə bir sadə və gözəl tortun hazırlanmasını sizlərlə də bölüşürəm. Tortumuzun gülləri vafli kağızındandır. Necə hazırlamışamsa onu da izah edəcəm. Odur ki, diqqətlə izləyin xanımlar. Tortun axşamdan yığmışam xanımlar. Tortumun tərkibə plan verdir. 22 diametrli formada hazırlamışam. Tortun hündürlüyü 13 santimetrdir. Üzərini qanaşlamışam videonun alt bölümündə. Sılqa şəklində inşallah onları paylaşacağım. Üzərini isə qaymaqlı kremlə örtürəm. Ən azı qaymaq 3-4 saat soyuducuda qalsa daha gözəl olar. Sonra isə götürüb tortların üzərini örtürsünüz. Çox vaxt sual verirsiniz, sizin qaymaqlar dolu olur. Odur xanımlar, birinci növbədə soyuducuda çox saxlayın. İkinci növbədə də möhkəm çalın. İndi isə keçək tortun dekorlamasına xanımlar. Tortu soyuducuya yerləşdirdim. Tortun üzərini dekorlayıram. Onu da deyim ki, tortumuzun çəkisi 3 kilo 100 qram gəldi. Bax, belə bir yumru dairələr kəsdim. Sonra onlara bir balaca su vururam. İki-ikiyə yapışdırıram. Eyni qayda ilə bütün yarpaqları kəsirəm xanımlar. Əvvəl yumru kəsdim, sonra isə onu biraz oval formasına saldım. Uzun sulu yumru elədim. Sonra isə ikiyə qatlayıb bir balaca su vururam. Həmin vurduğum əvvəlcə qurumuşlar, onları bax belə bir-birinə tuturam. Sonra isə orta hissəsini bax belə qatlayıram. Biraz əlimdə tutub forma verirəm. İki-iki yapışdırdığım yarpaqları açıram. Bax, gördüyünüz kimi belə bir gül alınır. İtburnu çiçəyinə oxşayır. Sonra isə şirniyyat ləvazimatları satılan məftildən istifadə edirəm. Orta hissəsinə şəkər xəmirə qoydum və keçirtdim. Bütün gülləri eyni qayda ilə hazırlamışam. Orta hissəsinə də qızılı folqa vurdum. Belə bir topyadan istifadə etdim xanımlar. Sonra isə hazırladığım gülləri tortun üzərinə qoydum. Bax xanımlar, belə bir gözəl, sadə tort alındı. Əgər videomu bəyəndinizsə, fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram xanımlar. İnşallah yararlanarsınız videolarımdan. Sizin üçün asan bir şeydir. Öz sosial şəbəkələrinizdə paylaşsanız, nə qədər dostlarınızla, tanışların içərisində paylaşsanız bir o qədər gözəl olar. Allaha əmanət olun. İnşallah sizlərlə yeni videolarda görüşənə qədər hələlik.